İkinci dərsdən hamıya salam. Bugünkü dərsdə biz adi və onluq kəsrləri öyrənəcəyik. Natural ədədləri izah eləmişdim. Natural ədədlərdən indi keçəcəyik adi onluq kəsrlərə. Proqram üzrə gedirik. Ümid edirəm öyrənə bilirsiniz. Ümid edirəm də sizə verirəm. Onsuz da 2 video paylaşmışam. Bu ilə 3-cü video olacaq. Kanala abunə olub, videoları bəyənib, ətrafınızdakı uşaqlara paylaşmağı unutmasanız çox sevinərəm. Adi onluq kəsrləri haqqında danışacağıq. Sizlərə xoş izləmələr deyirəm. Ümid edirəm yorucu danışmıram. Ümid edirəm videoları daha kreativ, daha yaradıcı hazırlaya bilirəm. Biraz məsələn videolarda tələsmiş ola bilərəm, sürətli danışmış ola bilərəm. O səbəbdən də üzrü hesab edirsiniz. Çünki həm təzədir, həm də öyrəşməyə çalışıram. Yaxşı olacaq. Deməli, adi kəsrlər nədir? Tərif olaraq biz deyirik ki, A və B natural ədəd olarsa, B-də A şəklində göstərilən ifadəyə biz adi kəsr deyirik. Burada bilirik ki, A sürətdir, B məxrəcdir. Yəqin ki, məktəb dərslərindən falan bilərsiniz, hazırlıqlardan bilərsiniz. Məsələn, burada qeyd eləmişəm. 5-də 2, 4-də 3, 7-də 5 və deyəndə də belə deyirik ki, 5-də 2, yəni birinci məxrəci deyib, sonra surəti deyirik. Kəsirlərimizdən bizim var düzgün və düzgün olmayan kəsir. Düzgün və düzgün olmayan kəsir nəyə deyilir? Tərif olaraq deyirik ki, əgər məxrəc surətdən böyük olarsa, biz bu kəsirə düzgün kəsir deyirik. Məsələn, burada qeyd eləmişəm 4-də 3. 4 3-dən böyükdür, məxrəc surətdən böyükdür. 5-də 1, 5 1-dən böyükdür, yəni gördüyünüz kimi məxrəc surətindən böyükdür. Bu səbəbdən də biz bu kəsrlərə nə deyirik? Düzgün kəsrlər deyirik. Düzgün kəsrlər vahiddən kiçikdir. Yəni ümumiyyətlə düzgün kəsrlər niyə vahiddən kiçikdir? Bunu deyim. Çünki məxrəci surəti, yəni kiçiyi böyüyə böləndə biz 0 vergül sonra nə isə alırıq. İndi o haqqda danışacağıq. Bu səbəbdən də düzgün kəsrlər vahiddən kiçik olur. Tərif olaraq surəti məxrəcinə bərabər və yaxud da surət məxrəcindən böyük olarsa, biz bu kəsirlərə düzgün olmayan kəsir deyirik. Düzgün olmayan kəsirlər burada qeyd eləmişəm. Məsələn, 5-də 5. Yəni 5-i 5-ə böləndə 1 eləyir. Elə bu bizdə 1-i verir. Yəni bərabər deməyi, A-nın B-yə bərabər deməyi elə kəsirin 1-i verməsidir. Və yaxud da 4-də 3 demişəm, 5-də 2 demişəm. Gördüyünüz kimi biz dedik ki, düzgün kəsirlər vahiddən kiçikdir, amma düzgün olmayan kəsirlər nədir? Vahiddən böyükdür. Vahidə bərabər və yaxud da vahiddən böyük olur. Deməli, düzgün və düzgün olmayan kəsir haqqında danışırıq. Düzgün kəsir nə oldu? Əgər məxrəci surətindən böyük olarsa düzgün kəsir, surəti məxrəcinə bərabər və yaxud da surət məxrəcindən böyük olarsa düzgün olmayan kəsir adlanır. Qarışıq ədəd var. Məktəb dərslərində bilmirəm, indi bilərsiniz ya hazırlıqlarda bilərsiniz. Mən yenə də deyirəm. Tərif olaraq A üstə gəlsin C-də B, yəni A tam C-də B şəklində olan ifadəyə qarışıq ədəd deyilir. Burada dediyimiz kimi A tam hissədir, B-də C isə kəsir hissə adlanır. Qarışıq ədəd düzgün olmayan kəsirə çevirmək üçün tam hissəni məxrəcə vurub, üzərinə surəti əlavə edib surəti yazmaq lazımdır. Yəni qarışıq ədədimiz nə idi? A, C-də B idi də. Bu bizə deyir ki, bunu kəsirə çevirmək üçün, qarşı düzgün olmayan kəsirə çevirmək üçün nə etdik? A-nı C-yə vurduq, tam hissəyə vurub qaldırdıq surətə və surətə mütləq qaldıranda biz bunu necə yazırıq? AC kəsir də, B-ni də mütləq üstünə gəlmək, yəni surət də üstünə gəlmək. Bu da onu deyir ki, tam hissəni məxrəcə vurub üzərinə surəti əlavə edib surətdə yazmaq lazımdır. Məxrəc isə olduğu kimi saxlamaq lazımdır. Gördüyünüz kimi olduğu kimi saxlamışıq. Düzgün olmayan kəsir qarşı ədədə çevirmək üçün, düzgün olmayan kəsir, yəni nə deyir bu? Məsələn, 4-də 1, 17 deyək. Bu bizdə düzgün olmayan kəsirdir. Bizə deyir ki, bunu qarışıq ədədə çevirmək üçün, yəni qarışıq ədəd nədir? Tam hissədə deyir. Deyir ki, surəti məxrəcə bölüb natamın qisməti tam hissədə yazmaq lazımdır. 17-nin 4-ə bölünməsi nə deməkdir? 17-nin 4-ə böləndə 4, qalıq hissəmiz 1 düşəcək. Yəni bu 4 bizdə tam hissəmiz olacaq. 4-ü buraya yazırıq. Yəni kəsir hissəsi tapırıq. Bölənimiz nə idi? 4 idi də. 4-ü məxrəcə yazırıq. Bu 1 kəsir də surətə yazırıq. Gördüyünüz kimi deyir ki, qalıq surətdə yazmaq, məxrəci isə əvvəlki kimi saxlamaq lazımdır. Yəni 4-də 17-nin qarışıq ədəd şəklində göstərməsi necə oldu? 4 tam 4-də 1. Yəni deyəndə də belə deyir ki, 4 tam 4-də 1. Çətin deyil, asandır. Yəni qaydaları, düsturları bilsək, yəni öyrənmək rahat olacaq. Kəsirlərin müqayisəsi var. Kəsirləri müqayisə eləməyə 3 yol eləyə bilərik. Məxrəcləri bərabərləşdirmək. Məxrəcləri bərabər olan kəsirlərdən surəti böyük olan kəsir, böyük surəti kiçik olan kəsir kiçikdir. İndi
Qarşıda məxrəcləri, məxrəcləri müxtəlif olan kəsrlərin məxrəclərini necə bərabərləşdirmək falan var, o haqqda danışacağıq. Məsələn, burada demişəm, 4/1 ilə 4/2-ni müqayisə etmişəm. Gördüyünüz kimi məxrəclər bərabərdir. 4/2 4/1-dən böyükdür. 7/3 ilə 7/5-i müqayisə etmişəm. Gördüyünüz kimi 7/5 7/3-dən böyükdür. Nəyə görə? Məxrəclər bərabərdir və məxrəclər bərabər olandan sonra biz mütləq şəkildə surətləri müqayisə etmək lazımdır. Çünki 5 3-dən böyük olduğuna görə 7/5 də 7-dən 3-dən böyük olur. Surətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan kəsr böyük olur. Bu nə deməkdir? Bunu belə izah edeyim ki, çünki surətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan kəsr böyük olur. Nəyə görə? Çünki məxrəc kiçikdirsə bu ədədin o ədədə bölünməsindən alınan hissələr böyük olacaq. Yəni alınan hissə böyük olacaq. Məsələn, 3-ün 5-ə bölünməsindən alınan hissə 3-ün 7-yə bölünməsindən alınan hissədən böyük olacaq. Yəni bu səbəbdən də bizə deyir ki, surətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan kəsr böyük olacaq, məxrəci böyük olan kəsr isə kiçik olacaq. Biraz nə deyim, baş qarışdırmış ola bilər, amma qarışdırmasın. Asan, sadə qaydalardır. Yəni biraz yolun bilsəz, yolun öyrənə bilsəz, ardı asandır. Surət və məxrəci müxtəlif olan kəsrləri müqayisə etmək üçün əvvəlcə onların surət məxrəclərini bərabərləşdirib sonra müqayisə etmək lazımdır. Bu haqda yuxarıda bildirdim. Məsələn, 6/5 ilə 7/6-nı verib bir kəsrləri müqayisə etmək üçün çarpaz şəkildə vurub müqayisə etmək lazımdır. Çarpaz şəkildə vurub, yəni bu nə deyir? Deyir ki, 7 ilə 6-ya ortaq məxrəci gətir də. 7 ilə 6-ya ortaq məxrəc nədir? 42-dir. Yəni 42-yə gətirəndə 42-ni 6-ya böləndə 7, 35 burada eləyir. 42-ni 7-yə böləndə də nə edir? 6 eləyir də 36 eləyir. Yəni ortaq məxrəc eləməklə eyni şeydə çarpaz şəkildə vurub elə müqayisə də edə bilərsiniz. Amma indi həmişə belə olmaya bilər. Məsələn, 3 dənə falan kəsir verə bilər. Ona görə də mütləq ortaq məxrəc eləməlisiniz. Ortaq məxrəc eləmək haqqında da qarşıda danışacağıq. Adi kəsrlər üzərində əməliyyatlar. Adi kəsrlər üzərində əməliyyatlar. Məxrəcləri bərabər olan kəsrləri toplamaq üçün heç nə eləmirik. Məxrəclərimiz bərabərdirsə elə yazırıq. Məsələn, tutalım ki, 7/1 ilə 7/8-i bizə deyir ki, topla. Məxrəclər bərabərdir deyənə elə bir dənə bərabər yazırıq. Ümumi kəsr xətti çəkib 7-ni yazırıq bura. 1 ilə 8-i toplayırıq. 1 + 8 bizə də verəcək 9-u. 7-də 9-u bizdə almış olacaq. Gördüyünüz kimi burada da qeyd edib ki, yəni deyir məxrəcləri bərabər olan kəsrləri toplayanda çıxanda bir dənə məxrəc yazsan, sonra yəni toplama çıxma əməlini eləyib onu da surətdə yazsan. Məxrəclərin müxtəlif olan kəsrləri toplama çıxmaq üçün məxrəclərin əkobu tapılır. Ən kiçik ortaq bölən. Əkob hər iki kəsrin məxrəcdən bölünüb surətinə vurulub toplanıb çıxılır. Bunu yuxarıda qeyd elədim. Məsələn, deyir ki, burada verib 8-də 3 ilə, mən bunu təkrar yazıram. 8-də 3 ilə 6/5-i deyir. 6 ilə 8-ə əkob nədir? 24-dür. 24-ü tapdıq. Bu 24-ü ümumi məxrəcə yazırıq. Yəni ayrı-ayrı da yaza bilərik, ümumi də yaza bilərik. Bu 24-ü 8-ə böldük, 3 qaldı. Bu 3-ü təzədən gətirib bura vururuq. Bax bu surətə. Vurdum nə elədi? 9 elədi. 24-ü 6-ya böldüm. Neçə elədi? 4 elədi. 4-ü gətirdim 5-ə vurdum, elədi 20. 24 ilə 20 ilə 9-u topladım, nə elədi? 24 29. Bunu da qarşıya da kimi göstərəndə 1-də 24-də 5 kimi göstərə bilirik. Yəni bu yuxarıda da qeyd edilib ki, qarşıya da necə çevrilir. Qaydalar bir-birindən asılı olan bir şeydir. Yəni bir kiçik boşluq. Məsələn, siz natural ədədlərdə əbəb-əkobu bilməsəniz, gəlib burada çətinlik çəkərsiniz. Nəyə görə? Çünki ortaq məxrəcdə əkobu tapırıq. Sən əkobu tapmağı bilmirsənsə, ümumiyyətlə məlumatsızsansa, gəlib burada da çətinlik çəkərsən. Yəni bir-birindən asılı mövzulardır. Hər mövzunu yaxşı bilməlisən ki, gələcəkdə qabağa gedə biləsən, nəticən yaxşı olsun. Yəni sıfırdan zirvəyə qalxa biləsən. Hər bir natural ədədin məxrəci bir olan kəsrlə əvəz eləmək olar. Bu çox da qarşımıza çıxmır. Ümumiyyətlə, yəni məlumat xarakteri demişəm ki, məsələn 15 verib, mən bu 15-i 1-də 15 kimi göstərə bilirəm. Çünki nəyi 1-ə bölürsənsə böl, ədədin özü eləyəcək. Bu səbəbdən də bizə deyir ki, hər bir natural ədədin məxrəci bir olan kəsrlə əvəz etmək olar. Adi kəsrləri vurmaq üçün surətə vurub, surətdə məxrəcə vurub, məxrəcə yazmaq lazımdır. Yəni bu da asan qaydadır. Deyir ki, məsələn, verib burada 6/5-i 8-3-ə vur. Nə edirik? Heç nə. 6 ilə 8 vururuq. 6 ilə 8 vuranda 48. Yuxarıda da 15 edir. İndi deyə bilərsiniz ki, bu 16/5-i necə edib? İxtisar edib. Kəsrin ortaq vurğu varsa, kəsrlərin burada 48 idi. Onları biz ixtisar edə bilirik. Yəni ixtisar eləmiş formada yazı bilirik. Çünki bəzən abituriyentlərin və dostlarımızın çoxusu
Sadəcə qal ki, hə, mən kəsiri belə tapmışam, amma cavablar fərqlidir. Cavablar fərqli deyil. Sadəcə sən ixtisar əməlini aparmalısan. Burada məsələn biz bunları 3-ə bölsək, 16-da 5 cavabını almış ola. Yəni 16-da 5 cavabını əldə etmiş olacağıq. Kəsrləri kəsrə bölmək üçün birinci kəsrin ikinci kəsrin tərsinə vurmaq lazımdır. Bu da lazımlı bir qaydadır. Məsələn burada qeyd etmişəm. 4-də 3-ü deyir ki, 3-də 2-yə böl. Buna görə nə edirik? Heç nə birinci kəsr olduğu kimi yazırıq. İkinci kəsri əksinə çeviririk, yəni tərsinə. 2-də 3-ə vururuq. Bu da bizə verir 8-də 9-u. 8-də 9-u biz almış oluruq. Burada bu 11-də 8-də düşüb bilmirəm. Ola bilər ki, bir texniki xətadır. Yəni dedik ki, nə haqqında danışdıq? Kəsrlərin toplanması. Kəsrləri toplayan zaman əgər məxrəclərimiz bərabərsə, normal qaydada toplayırıq. Məxrəci yazırıq. Surətləri toplayırıq. Əgər fərqlidirsə, məxrəcin əkobunu tapırıq. Əkobu tapıb məxrəci bölüb, yəni birinci kəsr məsələn tapdıq əkobu. Birinci kəsrin məxrəcinə böldük, surətinə vurduq. Sonra ikinci kəsrin məxrəcinə bölüb surətinə vurduq. Vuran zaman da məxrəci vururuq, surətə vururuq. Çətin deyil. Bölən zaman isə ikinci kəsri tərsinə çeviririk. Yəni birinci kəsri saxlayırıq. İkinci kəsri tərsinə çevirib ona vururuq. Qarşılıqlı tərs ədədlər var. Qarşılıqlı tərs ədədlər nədir? Hansı bərabər olan ədədlərə biz qarşılıqlı tərs ədədlər deyirik. Məsələn, 3-də 2 ilə 2-də 3 qarşılıqlı tərs ədəddir. 5-də 3 ilə 3-də 5 qarşılıqlı tərs ədəddir. Yəni qarşılıqlı tərs ədəd deyirsə, mütləq siz bunu adətən məsələn uyğunluqlar şəklində verir. Siz gəlib nə edirsiniz? Həsən variantlarda axtarırsınız ki, bu kəsrlərin hansı bərabərsə, bu kəsrlər nədir? Qarşılıqlı tərs ədədlərdir. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Məsələn, 12-nin 24-də 3 hissəsini tap, nə edirik? 12-ni 4-də 3-ə vururuq, cavabımız nə olur? 9 olur. Bu da asan bir şeydir. Hissəsinə görə ədədi tapmaq üçün ədədi hissə göstərən kəsrə bölmək lazımdır. Məsələn, deyir 3-də 2 hissəsi 8 olan ədədi tapın. 8-i 3-də 2-yə böldük. 3-də 2-yə bölmək demək nədir? 2-də 3-ə vurmaq deməkdir. 2 ilə 8 gedir, burada 4 qalır. O da bizdə verir nəyə? 12-ni. Kəsrlər bölməsində mütləq ixtisarı unutmayın. Yəni ixtisarı unutsaz, o da sizə bir mənfidir deyim. Bir ədəd o bir ədədin hansı hissəsinin təşkilini tapmaq üçün heç nə. Birinci ədədi ikinci ədədə bölmək lazımdır. Məsələn deyir 7 ədədi 21-in hansı hissəsini təşkil edir? 7-ni 21-ə bölürük. Bu da bizə verir nəyə? 3/1. Yəni bu tipli qaydaları, bu tipli necə deyim, yolları mütləq bilin. Yəni yolları bilməsəz çətinlik həqiqətən çəkərsiniz. Burada var onluq kəsrlər. Məxrəci 10, 100, 1000 olan adi kəsrlərə onluq kəsrlər deyilir və vergüldən sonra duran ədədlərə onluq işarələr deyilir. Məsələn, burada qeyd etmişəm 10-da 27. Bunun onluq kəsr şəklində yazılışı 27-də 2,7-dir. 27-də nə idi? Daha sonra burada var 100-də 521. Bunun onluq kəsr şəklində yazılışı 5,121-dir. Onluq kəsrlərin müqayisəsi var. Onluq kəsrləri müqayisə etmək üçün tam hissələr müqayisə olunur. Tam hissələr bərabər olarsa, onda kəsr hissələri vergüldən başlayaraq mərtəbə vahidlərinə görə müqayisə olunur. Qorxmayın, sizi çaşdırmasın. Nə deyir? Məsələn, burada verilib. Deyir 5,2 ilə 5,21-i müqayisə elə. Normal qaydada müqayisə edirik. Yəni, bu 5,2 var ha. Bu 5,02, bu 2-nin yanında sıfırlar deməkdir. Bu 5,121-də 5, 0, 21. Burada bir dənə 1 sıfırlar deməkdir. Gördüyünüz kimi bu ikilərə qədər bərabərdir. Amma burada artıq bir dənə 1 üstündür. Yəni 1 üstün olduğuna görə bu 0,21 olan nə olur? Böyük olur. Yenə eyni qaydada aşağıda da beləntisini olur. Onluq kəsrlərin vurulması. Bunu yəqin ki, məktəb dərslərindən bilirsiniz. Vergül nəzərə alınmadan vurulur. Vergüldən sonraki rəqəmlərin sayı qədər sondan əvvələ sayılır və vergül qoyulur. Məsələn, onluq kəsr mərtəbə vahidini vurmaq üçün vergül mərtəbə vahidindəki sıfırların sayı qədər sağa keçirmək lazımdır. Məsələn, 2,1000-də 512-ni 100-ə vuranda biz 100-də 2 dənə sıfır var. Vergülü 2 ədəd sağa keçiririk. 251,2-ni almış oluruq. Mərtəbə vahidini bölmək üçün isə vergülü 2 vahid sola keçiririk. Gördüyünüz kimi qeyd olunub. 2,78-i bizə vermiş olur. Dövrü onluq kəsr var. Dövrü onluq kəsr nədir? Yəni bölürük, amma bölürük, cavab ala bilmirik. Bu artıq gedir dövrə daxil olur. Yəni dövr almış olur. Dövrü onluq kəsrlər 2 yerə bölünür. Saf dövrü onluq kəsr. Burada dövr vergüldən dərhal sonra başlayır. Saf dövrü onluq kəsrləri adi kəsrlərə çevirmək üçün onun da qaydası burada yazılır. Tam hissə yəni olduğu kimi yazılır. Yəni kəsr qeyd edirik, tam hissənin qarşısına yazırıq. Əgər dövrdəki ədədlərin
sayı qədər, yəni dövrdə ədəd verilibsə, onun sayı qədər biz 9 yazırıq. Məsələn, burada qeyd olunub A tam dövrdə B. A tam 9-da B qeyd olunmuşuq. Məsələn, A tam dövrdə BC, A tam 99-da BC. Yenə eyni qaydada minlikdə də A tam 999-da BC-dir. Yanında da nümunələri qeyd olunub. Qarışıq dövr. Qarşılıq dövrü onluq kəsir deyiləndə, burada dövr vergüldən bir və ya bir neçə rəqəm sonra başlayır. Qarşılıq dövrü onluq kəsiri adi kəsirə çevirmək üçün. Burada artıq dediyimiz kimi vergüldən qarşılıq dövrü onluq kəsir vergüldən bir neçə rəqəm sonra başlayır. Yəni burada artıq biz onu adi kəsirə çevirəndə yenə tam istənilən olduğu kimi yazırıq. Amma dövrə qədərki ədədlərin sayı qədər, məsələn, burada birincidə qeyd olunub A tam, dövrə qədər B verilib, dövrdə C verilib. Yazırıq ki, A tam, dövrə qədərki rəqəmlərin sayı qədər bir dənə 0 yazırıq. Dövrdəki rəqəmlərdə mütləq 9 yazırıq. 90-da B-sə çıxılsın B, yəni dövrə qədərki ədəd çıxırıq. Yəni aşağıda məsələn minlikdə veriləndə A tam 900-də BCD-də çıxılsın BC. Üstü xəttləri mütləq unutmayın, çünki bunlar bizdə yəni mərtəbə vahidlərindən açılışda üstü xətt verməsəz o hasil kimi başa düşüləcək. Məsələn, deyəcək ki, 3 dənə dəyişəndir, bu dəyişənlərin hasili də BC-dir. Yəni mütləq üstü xətti unutmayın. Üstü xətt veriləndə artıq bilinəcək ki, bu natural ədəddir. Onu da onluq şəkildə açmışdım. Qeyd olaraq burada qeyd olunub 0 tam A bərabərdir 0 tam dövrdə AA-lara. Bu da yenə eyni qaydada nəyə bərabərdir? 9-da A bərabərdir 999-da A-ya, o da 99-da A-ya. Bu şəkildə gedir. Natural ədədlər doğrunluq kəsr şəklində göstərmək olur. Bunu da bilməyiz öz üçün faydalıdır. Daha sonra burada şey var, uzunluq vahidlərində qeyd etmişəm. İndi videonu saxlayıb baxa bilərsiniz, yadınızda sala bilərsiniz və yaxud da bir yerə screenshot edib saxlaya bilərsiniz. Adi onluq kəsrlər bu qədər idi. Ümid edirəm nəsə öyrətmiş ola bilərəm. Ümid edirəm yaxşı başa düşmüş ola bilərsiniz. İndi mən sizin videoları ardıcıl izləyən hamıya təşəkkür edirəm. Amma ardıcıl izləməyənlər üçün də bildirim ki, bu qaydaların hamısının riyaziyyat üstüləri tətbiqi var. Oradan götürürəm, əla bir tətbiqi. Azərbaycanlılar, yəni yerlilərimiz tərəfindən hazırlanıb. Mən çox bəyənirəm, ara sırada istifadə edirəm. Təqdimatları özüm hazırlayıram ki, daha maraqlı və sıxıcı olmayan bir necə deyim, videolar hazırlayım çıxardım. Dəstək məqsədi təbii ki. Ümid edirəm nəsə öyrətmiş ola bilərəm. Bundan sonraki dərsimiz kompleks ədədlər olacaq. Kompleks ədədlərdə görüşmək ümidi ilə.